Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu istiqamətdə Azərbaycan və Özbəkistan Ekspert Şurasının ikinci görüşü keçirilib. Görüşdə hər iki ölkənin aparıcı beyin mərkəzlərini təmsil edən nümayəndələr iştirak ediblər. Azərbaycanın beynəlxalq münasibətlərinin təhlili mərkəzinin heyəti və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlar Arası Tədqiqatlar İnstitutunun nümayəndələri bir araya gələrək bir sıra önəmli məsələlərlə bağlı məruzələrlə çıxış ediblər. Tədbir çərçivəsində çıxış edən ekspertlər iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, eləcə də beynəlxalq gündəmdəki məsələlərə dair fikir mübadiləsi aparıblar. Açılış nitqi ilə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri səfir Fərid Şəfiyev Azərbaycan və Özbəkistan arasında dərin tarixi bağlar və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin sürətli inkişafına diqqət çəkərək iki ölkənin regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etdiyini, qlobal platformalardakı səmərəli ortaq fəaliyyətlərini vurğuladı. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə prinsipial dəstək ifadə edən, ölkəmizə ilk təbrik ünvanlayan ölkələrdəndir. Özbəkistan təkcə sözdə deyil, praktik olaraq dəstəyini bildirib. Belə ki, azad edilmiş torpaqlarda, xüsusilə Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb bu dəstəyə praktiki töhfədir. Xüsusilə diqqət çəkən məqam Azərbaycanın və Özbəkistanın qarşılıqlı əlaqələrinin təkcə siyasi və mədəni sahələrlə deyil, eyni zamanda iqtisadi və texnoloji platformalarda da dərinləşməkdə olmasıdır. Logistika sahəsində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Özbəkistanın regional nəqliyyat qovşaqları kimi rolunu daha da gücləndirə bilər. Bu xüsusda Orta Dəhlizin, yəni Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyəti xüsusi qeyd olundu. Özbəkistanlı nümayəndələr bu dəhliz vasitəsilə yük daşımalarının həcminin artırıla biləcəyini və bununla da regional ticarət xəritəsinin genişlənə biləcəyini qeyd etdilər. Azərbaycan və Özbəkistan nəqliyyat və logistika sahələrində əməkdaşlığı inkişaf etdirir. Bugünkü görüş Mərkəzi Asiya və Cənubi Qafqaz arasında logistika sahəsində əməkdaşlığın və əlaqələrin dərinləşdirilməsi istiqamətində müxtəlif təşəbbüslərin davam etdirilməsinə töhfə verəcək. Son illər ərzində münasibətlərimizi sürətlə dövlətlərarası qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsinə çatdıra bildik. Son 8 ildə əmtəə dövriyyəsinin həcmini 8, birgə istehsalın həcmini isə 5 dəfə artırmışıq. Bugün investisiya imkanlarımızın birləşdirilməsi xüsusilə aktualdır. Toplanmış birgə təcrübə əsasında biz artıq avtomobil istehsalı, toxuculuq sənayesi və ipəkçilik sahələrində klasterlər yaratmışıq. Hesab edirəm ki, bu hələ başlanğıcdır. Görüşdə ən aktual mövzulardan biri də yaşıl enerji olub. Ekspertlər qeyd ediblər ki, həm Azərbaycan, həm də Özbəkistan yaşıl keçid istiqamətində mühüm addımlar atmaqdadır. Günəş və külək enerjisi sahəsində birgə layihələrin həyata keçirilməsi, yaşıl texnologiyaların təşviqi və karbon emissiyalarının azaldılması üzrə təcrübə mübadiləsinin hər iki ölkənin prioriteti hesab olunduğu vurğulandı. Bundan başqa Azərbaycan və Özbəkistan IT şirkətləri arasında son illərdə əməkdaşlıq layihələri barədə də məlumat verildi. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov hazırda Özbəkistanda qeydiyyatdan keçmiş 2800 IT şirkətindən 10'unun Azərbaycana məxsus olduğunu bildirdi. IT şirkətləri Özbəkistanda 100-dən çox iş yeri yaradıb və artıq öz xidmətlərini digər ölkələrə ixrac edirlər. Özbəkistan və Azərbaycan IT şirkətləri son bir neçə ildə tərəfdaşlığı gücləndirirlər. Azərbaycan və Özbəkistan Ekspert Şurasının ikinci görüşü bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan təkcə dost və qardaş ölkələr deyil, həm də gələcək inkişaf üçün ortaq baxışa sahib strateji tərəfdaşdır. Ekspert Şurasının işinin davamlı xarakter alması və növbəti mərhələlərdə konkret layihələrin icrasına fokuslanması bu münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək.